Hər kəsə salam. Yeni günümüzə, vlogumuza xoş gəlib, səfalar gətirdiniz. Mənim balaca cücəm də sizi salamlayır, xalaları. Dünən vlog çəkib paylaşa bilmədim. Çünki nə vaxtım yox idi, nə də ki həvəsində döydüm. O qədər tör-töküntü idi, hər şey yerləşdirməyə çalışırdım. Belə səliqə səhmana saldım demək olar, amma sadəcə buranı yuxarıda paltarlarımı hələ yerləşdirməmişəm. Bu pirxojin olan yeri yığışdırıb təmizləməmişəm. Navesin altı hələ qalıb. Olsun, fikir yoxdur. Mənim üçün əsas mətbəxdir. Mətbəx səliqə səhmana düşdüsə də, gerisi boşdur. Hamısı axıb gələcək, yavaş-yavaş düzələcəkdir. Belə yığıb yığışdırdım. İndi sizlərlə birlikdə baxaq nəyi hara yerləşdirmişəm. Çünki mən bunu yerləşdirənətən sağı sola daşıdım, solu sağa daşıdım, lap başım hərləndi, getdi. Bura qoydum. Lap mənə hasant gələn yer bura oldu. Çayni dəsmallarımdır. Burada salfetka, pripravadır. Burada gündəlik işlətdiyim qabları yerləşdirmişəm. Burada da yenə həmçinə, burada gündəlik işlətdiyim mürəbbə qablardır. Bunu nadir hallarda işlədirəm deyə yuxarı qalxıbdır. Burada ədviyyatlarım var. Bu bankalarım mənim vazgeçilməzlərimdir. Bunları çox bəyənirəm. Bilmirəm niyə, axırı ki bunları işlədirəm. Amma əslində satırlar da belə ədviyyat qabları. Mən almıram, yəni ki bunları işlədirəm. Burada produktlardır. Burada düyü var. O düyü ilə bu düyü eyni deyil. Ona görə bunun üstünə boşaltmamışam. O uzun düyüdür, bu isə yumru. Bir qalıb ki, baxın, oralara alacam o qablardan. Böyüklərini alacam ki, bu yuxarıda böyük qablar olsun, ədviyyatlarımız. Buralar belədir. Bu artıq qışqırıb bunu atacam. İstəyirəm ki, tok çaynikimi götürəm, yerinə çaydan çıxardam. Çaydan çıxardanda gərək çaynik də çıxardam. Belə bir çaynikim var. Belə bir çaynikim var. İndi bilmirəm, sizə göstərdim, göstərməmişəm. Krışqası belədir. Yəni üstündəki kimik deyil. Rəngi də biraz sarı kimikdir. İstəyirəm bunu çıxardım, amma bu da şüşə olduğuna görə qazın üstündə dəmləyəndə birdən sınar deyə qorxuram. Ona görə hələ dəmir almaq istəyirəm. Buralar belə. Burayı yerləşdirdim. Burada da ki, belə qaşıqlardır, böyük qablardır, yəni qaşıqlardır. Burayı ört. Bu tərəfdə musur vedrəsi qoymuşam. Çox təmiz yumuşam da, xanımlar. Təmiz saxlayıram mən musur vedrəsini. Burada da böyük qazanlarımı qoymuşum. İndi nə qədər doğru etmişəm bilmirəm, amma insan gərək təmiz saxlayaq. Zibil qabı orada oldu, olmadı. Mənim üçün fərqi yoxdur. Gərək təmiz oldusa oldu. Burada da nə qoymuşam? Altda işlətmədiyim tiyorkadır, nəm krışqadır, belə bir şeylər qırdım. Burada undur, çörək qabıdır. Bu da mənim güllərimin suyudur. Belə yəni düzəltdim. Pəncərələri yuməmişəm. Havaya baxsanıza necə də buludludur. Ona görə yumədim ki, həm yağış yağacaq, həm də ki, vaxtım yox idi dünən. Bunları gətirdim, buraya qoydum. Çünki bu soyuğa dözümü yoxdur. Dəhşət soyubdur bizim havalar yenə. Qışı yenə geri gətirdik. Burada da mənim bülbülüm sığa bilmir. Gəh o tərəfə qaçır, gəh bu tərəfə qaçır. Stolu belə qoyduq. Orada oturmaq heç narahatçılıq yoxdur. Çox qəşəng insan yerləşə bilir, rahat oturur. Hər tərəfində oturur. Bizə o başda oturmuruq. Onu da ki, arxan otura bilər, boyu balacadır deyə. Bu tərəfdəki skladdır. Bunu çox bəyəndim. Çünki bax, o arxan duran yerətən boşdur. İçinə bankalar qoymuşam. Sok maşınqasıdır, ət çəkən maşınqa, duxovka, belə skamlar. Yəni, sklad deyim də belə. Sklad kimi istifadə elədim. O çox yaxşıdır. Bunu hələ nə dərin təmizliyə etməmişəm. O hələ yuxarı qaxasıdır. Hamam otağını da təmizləməmişim deyə dəsmal belə burada qalıbdır. Gərək sirkəliyəm, təmizliyəm. Burada da belə xırt-xırış qoymuşuq hələ. Hələlik qoymuşuq da, indi paretka salacaq yavaş-yavaş. Bu da sən təzə paygizəm. Bu da mənim təzə paygizəmdir. Buralar belə xanımlar. Genişdir, yaxşıdır. Genişdir. Bu tərəfdə belə rahatdır da, indi bir yatmaq üçün yuxarı gedirsən, yemək üçün də aşağı enirsən. Hə balam?
Dünən 1 saat buna çalışdım. Xaladinikin içini təmizlədim, sirkələdim. Bu şişələri çıxartmaq biraz çətin olurdu. Amma yenə çıxartdım, qəşəng yudum, geri yerinə taxdım. Buralar da belədir. Bunlarca sökdüm, hər yeri yudum, təmizlədim. Xaladinikimizə fikir verməyin xanımlar. Boşdur, Allah ruzi yetirər, biz də doldurarıq. İçində bir dənə qoxu yoxdur. Amma yenə mən bir limonun yarısını belə kəsdim, qoydum ki, içərisində limon qoxusuz olsun qəşəng. Heç bir qoxu yoxdur. Burada da ki, yenə belə, bunu da təmizlədim. Altına cincər qoymuşam. Ortada da 2-3 paket ət var, ət yerləşdirmişəm. Belə böyük xaladinlikdə doldur indi içini. Bizim yağışımız da başladı. Yaxşı ki, mən yuməmişəm pəncərələri. Baxın, artıq yağış damcıları töküldü. Burada da mənim bülbülüm çox içir. İndi gedək sizə gör nəyi göstərəcəm. Biraz ucdan, qulaqdan göstərəcəm. Yuxarının vəziyyəti nətəridir. Hələ yerləşdirməmişəm. Orada paltarları görürsünüz, tör-töküntüdür. Onu kim edib elə tör-töküntü, Alixan? Kim? Nə gəzirdin? Sən o bütün sumkaları darmadağın etdin. Nə olasıdır onun içində paltarlardan başqa? Bütün belə qatıb qarışdırıb. Buralar belədir. Burada bir balaca şkafımız var. Özləri bilən kimi kitablarını yığıblar, amma oraya qoyan da öyle kitabları. Oraya paltar qatıb qoyacaq. Yuxarıda bacım tələsi yerləşdirib. Yuxarıda, lap yuxarıda çamadanları qoyduq. Buralar belə. Burada bacımla uşaqların otağıdır. Bu döşəyin altına sərdim pərdədir. Detski pərdə. Palazlarımızı yeməyə vermişik deyə nə eləmədim. Elə yer, poldan sərmədim. Dedim, pərdə sərək, təmizdə yuyub gətirmişdim. Döşəklərini belə açdıq. İstədim ki, bunu belə açaq. Orta boş qalsın, amma döşək böyük oldu, sığmadı. Burada bacımındır. Burada uşaqlar dedi, bizə bu otaq bəsdir. Biz yaxşıyıq burada. Burada da geniş yeri də özümüzə götürdük. Belə, bəzi xanımlar yazırdı ki, yuxarıda bir otaqdır da fərqi nə oldu. Amma biri budur. Biri də bu. Bu balacadır, dedisk otaqdır. İndi bacımla uşaqlar ona yerləşir. Dedi, bizə bəsdir. Siz buraya keçin. Biz də buradan açdıq. Yer yatağı açdıq. İnanırsınızmı? Bu yer yatağı mənə 20 il bundan qabağa götürdü. O vaxtı elə yadıma düşür. O günlər heç gələn də öyle geri. Nə oldu Ayarxan? Yavaş ol. O günlər heç vaxt gələn də öyle geri. Allah and olsun. Bir də yerdən sərirdik. Sırayla, oğlan, qız, fərqi yox idi. Yəni, bacı qardaş idik da hamımız. Nənəm rəhmətli bizi ən çox dağda, bağda saxlayıbdı deyə, dağda bütün belə yer yatağında yatırdıq. Buralar mənim yerləşdirəsi sumkalarımdır, paltarlarımdır. Yenə buraya sərdim bunu ki, döşək yerdən olmasın. Buraya taxt deyirəm, spalni ala bilərəm. İntası istəmirəm, hələ qoy belə keyfini çıxardım yer yatağının. Seyrəkli istəyirəm, çox bulanı bəri doldurmaq istəmirəm. Seyrəkli olsun. Pəncərələrimizin kirinə fikir verməyin. Yuməmişik hələ. Bu da bizim mənzərəmiz. Yağışa baxın, nə gözəl yağır. Qəşəng yağış yağır. Buradan belə də baxa bilirsən. Belə də baxa bilirsən. O evdə nə iş görürlər, həyat bacada hamısı görünür. Çox yaxşıdır yəni. Bu biraz yağışın havası gəlsin evə. Elə də bəhd soyuq yoxdur, amma yağış havası qəşəng biraz açıq qalsın. Bunları yerləşdirəcəm. Bu da bütün gəlib mənim yerimə uzanar. Nədir? Orada toqa taxmaq imkanları var. Elə uzanmayla üstün başını elə tozlu zaddır. Belə düşürük. İndi digər işlərimizi görməyə gətirim, yemək pişirim. Ondan sonra baxarıq günümüzün axarına. Orxideyalarımı buraya qoydum. Soyuğa dözümü yoxdur deyə buraya qoydum. Amma bunların da yarpaqlarını belə silib təmizləyəcəm. Gözəlliklərimin. Ondan sonra pəncərəni də siləcəm. 1-2 gün yağış gedir, hələ yox. 1-2 gündən sonra. Bu gözəlliyimin çiçəyinə baxın.
Nə olub bilirsinizmi xanımlar? Səhərdən baxın bu civciv mənlə döyüşür. Niyə baxışa? Niyə bilirsinizmi? Deyir, bayaq deyir, video çəkəndə niyə dedin ki, nə? Xaladenikimiz boşdur. İnşallah dolar deyir. Alış-veriş etmirsiniz deyir də, siz almırsınız. Düz deyir, onu indi köçürdük deyə almırdım. Dedim, yerləşək eləyək, ondan sonra yaxşı alış-veriş edərik, doldurarıq xaladenikimizdə də. İndi küsüb gedib orada durur. Hə, Alixan? Ona bax ona. Baxışa bax. Ört onun ağzını elə açıq qoymayın. Ört. Ört görüm. Onun kuşkasını bağlı qoyamaq səndə. Vazı çıxmasın. Yeməyini ye, ondan sonra ailə zəng elə. Gəlsin də. Necə saat uca gedibdir. Mən çıxıram yuxarı, paltarlarımı qatdamağa. Sən yeməyini ye. Oldu mu? Asılmışım. Keşke dostum geldim ben rezim değilim. Hı? Hayır, hangi ses şu? Hı? Burada. Hayır. Onu da bizim konuşmamız yok. Hani yürüsen sen. Hayır. Konuşar. Hadi falan. Burada bir şaka var. Bana gel. Gel hele. Bakmayalım. Bunu da mı?
Yeməyi də hazırladım. Artıq işim lap azaldı demək olar. İstədim ki, borş bişirəm. Yağış imkan vermədi. Deyib, biraz alış-veriş edəm. Kələm yox idi. Kələm almaq istəyirdim. Daha yağış da elə yağırdı deyə. Dedim, lobiya asaram. Bugün də lobiya bişirərəm. Borşu da sabahda bir günlə. Bu da belə. Bir də bizim, baxın, buraları da çox dağıtmışam. Kirlərimiz yığılıb. Bir də bizim, baxın, burada belə nəyimiz var. Buradan qazı bağlayırıq işlədəndən sonra. Bu belə açıq qalanda siqnalizasiya çağırır. Bağlayırıq, ondan sonra işimizi görə bilirik, rahat yata bilirik. Bunu çıxartdım, gedib meyvə gətirəcəm biraz. Avaşnoydan qalan meyvələrimizdən hələ var. Artıq bir aya yaxınlaşıb istifadə edirik. Hələ var. Gətirərəm. Uşaqlar yer. Burada artıq bunlar yiyiləsidir. Bunları da yemişim.
Bugünlük işim bu qədər. Yığdım, yığışdırdım, təmizlədim, səliqə səhmana saldım. İndi artıq rahat yatmaq olar. Bunları da götürək, mənim köməkçilərimdir. Burada dursun lampam. Belə xanımlar, meyvə qoydum. Oraları təmizlədim, səliqə səhmana saldım. Qaz peçini təmizlədim. Kirlərimizi də yudım. Artıq işim qutardı bugünlük. Bir videonun sonuna da gəlib çatdıq. Sağ olun, salamatla qalın. Allaha əmanət olun. Artıq gecə saat 12-dir. Yoldaşım gəlibdi, yeməyini də verdim. Yuxarı çəkildilər, onlar getdilər yatmağa. Mən isə burada biz qadınların işi qutaran şey deyil. Təmizlədik, yığdıq, yığışdırdıq. İndi artıq rahat yatmaq olar. Sağ olun, salamatla qalın.